Xoş gördük hər birinizi. Deməli, indi deyəcəyim suala çox diqqət yetirin. Buraxılış imtahanında çox vaxt qarşımıza çıxan suallardan biridir. Deməli, belə bir cümlə yazıb, qorxudan ürəyi ağzına gəldi. Sualda düşür ki, frazeoloji birləşmənin e, ya aslı tərəfi, ya ilk söz mənsubiyyət şəkilçisi qəbul edilir. Bizdə baxış ki, ürəyi mənsubiyyət şəkilçisi qəbul edir. Bunu götürməklə birinci qəbulda bir sualı səhv eləmiş oldunuz. Yadda saxlamaq lazımdır ki, frazeoloji birləşmə, ürəyi ağzına gəlmək frazeoloji birləşməsi. Bu bir sözdür. Bunun tərkibində biz heç nə götürə bilmərik. Ay nə bilim, burada yönlü kal var, nə sonu feillə bitir. Hamısı səhvdir. Frazeoloji birləşmə parçalanmır, onun tərəfləri yoxdur, tərkibində sözlər yoxdur. Çünki bu sabit söz birləşməsidir. Dildə hazır şəkildədir. Yəni biz bunun tərkibində birinci sözdə mənsubiyyət şəkilçisi var, sonuncu söz feildir. Belə bir şeylər deyə bilmərik. Məsələn, bu sadəcə frazeoloji birləşmədir, məcazi mənada işlənir. Bütövlükdə cümlənin bir üzvüdür, cümlə üzvü kimi də sadə cümlə üzvüdür. Çünki bir sözdür bu. Yəni buna diqqət eləsəniz bir sualı itirməmiş olursunuz. Sağ olun.